بسم الله الرحمن الرحیم. اسباب حفظ سلامتی و usul حفظ الصحه تعریف طب sünnetidə nə mənadır və niyə belə islah 8 zindəgiyə təkid olunur? طب sünneti İran qədimilərin və mötəbərlərin sistemهای طبی dünyadandır və bu tıbb bər əsas təcrübiyyat elmi və danış milyardlar insan 10.000 il boyunda təşvin tapıb. Və bir ünvan mühümtərin miras elmi fərhəngi və tarixi İran məhsub olur. Bu məktəbdə elmi tıbb, elmi fəlsəfə və irfanla tərkib olubdur. Bunyad və paye bu sistemi tibbi hikmətdir və amiqti ba hünər və fərasətdir. Bu tıbb sərзəmini ariyayı İranın 10.000 illik zəxirəyə danışıdır. طب سنتی ایرانی بیون بعضی معضلات علمی عرصه بهداشت و پیشگیریdə və təşxis و dərmanda həll eləməyə təlaş edir. طب sünneti insana fəqət بود maddidən baxmır. Mu'təqiddir بیمارilər sahət پنهان cism و candan mənşə alır və cism و روان insan fəqət səhnə nümayiş əmrazdır. بنابراین حفظ سلامتini مقدم بر پیشگیری bilir və پیشگیrini vəzifə əvvəl پزشک bilir və dərmanı da vəzifə دوم پزشک. حفظ الصحه şüarı məktəbi tibbi sünneti İranidir və əsbab حفظ سلامتini 6 əslidə təbəqəbənd edir. دیدگاه tibbi sünnetidə əgər bu 6 əsl ya hətta bir əsli bu 6 dənədən müraat olmayan ədəm təadülü باعث ظهور və buruz بیماری‌های مختلف olur. Və ma əsbab حفظ سلامتی ibarətdir bunlardan. Əvvəl həvadır, دوم hərəkət و sükundur, سوم خواب و بیداریdir, چهارم طعام و شرابdır, پنجم استفراdır, şişum ərazi nəfsanidir. Və ma əsli əvvəl ki həvadır, təbiidir ki insan zində qalmağa salim həvaya niyazı var. Və həva təmami əfal və hərəkat bədəni və nəfsani insanı təhت təsir qərar verir. Həvai mورد نیاز انسان از طریق ریه و bir miqdarda از طریق پوست وارد بدن olur. Havada hər quna təğyir fiziki ya şimyayı təsiri müstəqimi var halat-ı cismi və ruhi insanda. Və bunu bilirik ki, vəqti oksijen varid bədən olur, bəzi feil و انفعالات məxsusdan sonra dioksid kərbon və buxarı ab tolid olur. Və bunlar az təriq riyə və pust dəf olur. Və hər növ ixtilal vurud oksijenə və dəfi dioksidi kərbonda və buxarı abda icad olar. Əvvəldə səlaməti bədəni ciddi surətdə təhdid edir. Pəs hifz səlamətidə havanın vicə əhəmiyyəti var. İkinci əsl hərəkət و sükundur. Həm hərəkət və həm sükun ya həm təhərrüki kafi və həm istirahəti kafi səlaməti bədənə lazımdır. Və bunu bilirik ki, tamami hərəkat hərarət bədəni əfsayiş verir və rutubət bədəni kahiş verir. Və istirahət də rutubət bədəni qeytərək və qovay lazım hərəkat bədiyə fərahəm edir. Uydadır ki, təadül hərəkət و sükun səlaməti cism و ruh insana zəruridir və ədəm təadülü zəmini buruz və zuhur əmrazı fərahəm edir. Və əlbəttə hökəma hərəkət و sükunu cismani və nəfsaniyə təqsim bənd eləyiblər. Miqdar hərəkət və miqdar sükun münasib şəxsi də bər payə məzac o şəxs təyin olar. Və ma əsli sevvum خواب و بیداریdir. تعادل خواب و بیداری هم حفظ سلامتیده و هم درمان امراضda ویژه اهمیت var. خواب مناسب و متعادل تمامی اعمال طبیعی بدن از جمله هضم، متابولیسم و دفع سموم بدنی بهبود verir.
و باعث اولا اندامهای مختلف بدن تزدید قوه لای و بافتهای صدمه دیده ترمیم olay و بهترین زمان وقت خواب gece saat 10'dan ila səhər işıqlanıncadır. Və amma ədəm təadül خواب و بیداری ki mühimtərin usul hifz-ü sihhədir, əsərin həm zaman, həm ruhu insanda və həm cismi insanda təhmil elək. Bidari zahiri bədəni gərm elək, batini bədəni sərd elək. در حالی ki yuxu zahiri bədəni sərd elək və batini bədəni gərm elək. Bir tərəfdən yuxu əgər zamanı münasibdə, miqdarı münasib ola, əmal dəstgah quvarışı misli həzm و cəzbi behtarin vəc əncam tapay. Və bir tərəfdən də əgər qıssa ola, batini bədəni tər elək və əgər tədavüm tapa bu qıssa yuxu, باعث خشکی بدن olay و حرارت غریزی بدن ruh və rutubات درونی insanı təhlil aparay. Pəs yuxunun azlığı da, çoxluğu da əmal və əfal təbii bədəni müxtəll elək. Yuxunun və oyaqlığın, xoab و بیدارın gərək təadülü ola. Və ədəm təadülü مزاج فردی سردله و امراض مفصلی و بلغمیه دچار elək. و اصل چهارم که طعام و شرابdır. Bir tərəfdən niyaz به غذا bir niyaz daimi insandır. Ta uzatda ki bədəndə təhlilə gedə cayguzin eləyər. Bir tərəfdən də hər növ xuraki əgər münasib məzacı şəxs olmaya və salim olmaya, öz məzacın, öz keyfiyyətin məzacı bədənə və keyfiyyət bədənə təhmil elər və keyfiyyət bədəndə əsər qoyar. دیرگاه طب سنتdə 8 növ غذا var. خوراکیdir, şenidarıdır, pendarıdır, didarıdır, cəzbi, cinsi, buyayı və onsi. Tıp sünnəti nəzərindən insanlar bir-birinə təfavüt məzacı və saxtarı varlardır. Və پزشک بر اساس مزاج و ویژگی ساختاری bu şəxs tədabir غذایی یا ayı tədabir təcviz elək. در həqiqət medə həm məhəlli vurud əmrazdır və islah medə zamini səlaməti cismi insandır. Təğziyyənin bir belə əhəmiyyəti var. Zəkəriyay Razi ya İmami Hükəmay Buzurg Tibb Sünnətidəndir. Mühimtərin tədabiri dərmanını islah və təcviz rejimi qəzai bilirlər. Və hükəma deyil, ta eləyə bilirsən qəza ilə dərman elə. Daru dərman eləmə. Ta eləyə bilirsən daruyu mufrədi ilə dərman elə, daruyu mürəkkəb ilə müdava eləmə. Və əsli pəncüm ki istifraq, Məktəb Tibb Sünnətdə istifraq به معنی پالایش və təxliyə bədəndir. Həm məvad zaid və qeyri təbiini və həm sumumi ki مراحل چهارگانه هضمده و متابولیسم مواد غذایی ایجاد olur. منظور از استفراغات تمام دفعلerde. O موادی که به طور روزمره بدنده انباشت olur و راههای خروجی بدنن دفع olur. و اما دفع از طریق ادرار، مدفوع، تحریک، ایجاد گی، اسهال، xelti gətirmək, hicamət, fəst və icad bozaq. Bunlar hamısı istifraqdır. Necə ki cəzb gərək salim ola, dəf də gərək təbii və salim ola. Ta باعث انباشت سموم و مواد زائد olmuyor. و اختلال در جذب و دفع زمینه ساز امراض مختلف olay bədəndə. و ما اصل ششم حفظ الصحه اعراض نفسانیdir. طبیعت بدن به şiddət tabe حالات روحی روانیdir. حالات روحی insan çox sürətlə quvay bədəndə və əfal təbii bədəndə əsər qoyar. Be طوری ki xəşm, hərarət bədəni birdən tökə yeşiyə.
və lezzət hərarəti az tökək dərun insandan eşiyə. Ya tərs o iztirab nagəhani tökək içəri hərarəti. Siz baxsınız, adam əgər nigeran ola, birdən görürsən rəngi qaçar, vəli qəm qüssə hərarəti az tökək insanın içinə, dəruni insana tökək. Diraz müddətdə əmrazə sodavi vücuda gətirək. Halat-ı rəvani insan xəşmidir, həyəcandır, nigeranidir, tərsidir, əfsurdəcidir, qəmdir. Bunların hərəsinin bir keyfiyyəti var bədəndə və bir ayrı əsəri var və minlər əlaim və mərəzi var dalıca.